Bir müddət əvvəl 10 günlük Naftalana istirahətə getmişdim və məni ilk dəfə idi ki, Azərbaycanda demək olar ki, hər yerdə olmuşam və ilk dəfə idi ki, məni çox maraqlı bir şey təəccübləndirdi. İlk dəfə idi ki, mən Azərbaycanda elə bir bölgə görürdüm ki, orada turistlərin sayı yerli insanların sayından daha çoxdur. Yerli turistlərdən daha çoxdur. Buna yaxşı mənada həm şoka düşdüm, həm həsəd apardım ki, bu başqa regionlar üçün də xarakterizə oluna bilər. Həm də mənə çoxlu suallar maraqlı gəldi ki, bu necə olur? Çünki biz ayrı vaxtı giləylənirik, şikayətlənirik ki, ölkədə turizm siyasətində yanlışlıqlar var ki, bugün turistlərin sayı Azərbaycanda artmaq əvəzinə azalmağa doğru gedir. Ötən buraxılışımızda danışmışdıq ki, rəsmi statistikada ötən ilin o 6 ayı ilə müqayisədə 11% azalma var, amma qeyri-rəsmi statistika isə deyir ki, 30%-ə yaxındır. Bəs Naftalanda vəziyyət necədir? Orada turistlərin sayı artırmı? Özəlliklə də Qazax turistlərin sayı. Ona görə bugün çox maraqlı qonağım var. Qonağım istəyəcəm öz-özünü təqdim eləsin. Aqil bəy, xoş gəlmisiniz. Xoş gördük Həvva xanım, təşəkkür edirəm. Özünüzü təqdim edin, daha sonra mən suallar atəşləməyə başlayacağım. Çünki çoxlu suallarım var Naftalanla bağlı. Mənim adım Aqil Əliyev, mən ABV Qrupun satış və marketing departamentinin direktoruyam. Bizim Naftalanda da sanatoriyamız var, Nafta sanatoriyası. Biz artıq 2 ildir fəaliyyət göstəririk orada. Məqsədimiz Naftalanın bir sərvət olaraq, onun həmçinin də region olaraq inkişafına biz də bir holding olaraq bunun inkişafını davam etdirək, amma müəyyən bir tibbi protokol çərçivəsində və mütləq şəkildə bunu bir düzgün şəkildə. Çünki biz bunu dəyişə bilmərik. Səbəb də odur ki, Naftalanın bəlli bir əsrlər boyu tarixi var. Bu tarix bizim Naftalan şəhərinin inkişafına, bugünkü gün vəziyyətinə böyük bir səbəb olur. Səbəbi odur ki, Naftalan əsrlər boyu öz xeyri barəsində, tarixi barəsində sözünü demiş bir yerdir. Naftalan nefti artıq elmi məqalələrə əsasən artıq öz keyfiyyətini, effektivliyini göstərib. Bu barədə elmi işlər aparılıb, elmi kitablar, məqalələr var. Həmçinin də bunun bəlli isbatı mövcud adamlardır, hansı ki gəlirlər, bu günlər sağalıb gedirlər. Və ən əsası da ki, siz özünüz orada oldunuz, bizim orada Əsa muzeyi var. Ona toxunacağım, ona xüsusi toxunacağım. Bu Əsa muzeyi orada nəyə göstərir ki, illər boyu insanlar gəlib, bir ümidlə sağalıb, əsasını buraxıb gedib. Faktlar var orada, həmçinin də təşəkkür məktubları da var ki, yazıb gediblər. Biz də təbii ki, bu missiyanı tam vicdanla və ədalətlə davam etdirməliyik. Aqil bəy, bugün çox maraqlı bir məsələ var ki, baxın, biz ayrı vaxt deyirik ki, Qərb zonasının inkişafı üçün orada yerli hava limanları açılmalıdır. Çünki Bakıdan ora getmək çox uzaqdır. Hətta bizim öz yerli turistlərimiz belə deyir ki, bəsit belə deyək də istifadə olunan şeylər var ki, misal üçün deyirsən ki, niyə Gədəbəyə getmirsən? Deyir ki, o uzaqdır. İndi burada belə bir maraqlı nüans var ki, Naftalana 2 yolla gəlmək olur hal-hazırda. Bunun biri Bakıdır, xarici turist üçün. Biri Bakıdır, biri isə Gəncədir, hava limanına enərək. Amma faktiki olaraq Gəncəyə bugün çox limitli ölkələrdən gəlmək var və hətta məncə 2 səhv eləmirəmsə ölkədir. Rusiyadan ancaq gəlmək olur. Bir də Türkiyədən gəlmək olur. Amma faktiki mən bugün, mənim Naftalanda gördüyüm bu idi ki, çoxlu Qazax və Özbək turistlər var idi. Əsas da Qazaxlar var idi, xaricilər var idi və çox qəribə bir şəkildə Yapon turistlər də var idi. Yəni və belə çıxır ki, onlar Naftalana gəlmək üçün minimum 4-5 saat zaman itirməlidirlər. Burada o proses necə tənzimləyir? Yəni xülasə eləsəm necə olur ki, Naftalanda turist daha çoxdur, nəinki digər şəhərlərimizlə müqayisədə? İlk növbədə qeyd edim ki, Naftalana gələn turistlərin çoxusu yaş ortalama baxsaz, yaşlı kateqoriyadır. Bəli. Çoxsa postsovet ölkəsinə gələnlərdir. Bunlar Naftalan haqqında bilirlər, eşidiblər. Ən azından
anaları, ataları gəlib gediblər ora. Çünki Sovetlər Birliyində Naftalan çox populyar idi və hər kəs gələ bilmirdi ora. İstəyən çox idi, amma qəbul etmək qabiliyyəti az idi. İllər keçdi, Sovet artıq mövcud olmadı və insanlar düşündü ki, Naftalan da yəqin fəaliyyət göstərmir. Amma Cənab Prezidentin sərəncamından sonra oranın inkişafına başladılar və sahibkarlar başladılar orada artıq yeni sanatoriyalar açmağa. Bu da sanatoriya anlayışını biraz yox, xeyləm dəyişdi. Çünki insanlar o vaxtları istər gənc nəsil, istər də yaşlı nəsil sanatoriya sözü deyəndə biraz onu fərqli başa düşür. Hardasa biraz xəstəxana kimi, yataq yerlər, həkimlər filan. Amma indi elə deyil. İndi artıq müasir otel 4 ulduzlu, 3 ulduzlu, 5 ulduzlu var və bununla da bərabər medikal birləşir. Eyni zamanda Naftalan vannalarının effektivliyi artsın deyə fizioterapiyalar orada mövcuddur. O ki qaldı Qazaxlara, onların Azərbaycana gəlməsi səbəbi odur ki, onlar istirahətdən çox gəlirlər müalicə almağa. Naftalan neftinin özünün bəlli bir protokolu var, yəni Naftalan vannalarının protokolu var. Qabaqlar bu, belə deyək də, 18, 21, sonra düşdü bu 14 günə. İndi bu 14 gün ərzində tibbi protokol deyir ki, 10 Naftalan qəbul etməlisin, 10 Naftalan vannası. Bunun səbəbi də var. İndi növbəti suallarınıza sizə açıqlamasını deyərəm. Amma məqsəd odur ki, gəlsinlər, sağalsınlar. Kimlər gəlirlər? Oynaq xəstəlikləri, dəri, zöhrəvi xəstəlikləri. Əsasən də gələn qonaqlar çoxsu psoriaz xəstələridir. Bilirsiniz ki, onlar gəlirlər heç bir medikamentdən istifadə etməyərək uzun bir remissiyaya düşürlər. Bu da onların yaşam tərzinə, həyatlarına böyük bir təsir göstərir. Amma o ki qaldı onların gəlməyinə baxın, bizdə yaşlı kateqoriyaya gəlir. Hamısı dəri zöhrəvi xəstəliklər deyil, oynaq problemləri var. Onlar soruşurlar ki, biz necə gələ bilərik? Biləndə ki, Qazaxıstandan birbaşa reys yoxdur. Məsələn, ən aktual hazırda Qazaxıstanda səbəbini sizə deyəcəm. Deyirlər ki, tamam, Bakıdan ora necə gələcək? Transfer və filan şey və hara onu, bu mövzunu fırlasaq da bu zaman var. 4 saat, 5 saat, 3 saat yarım qatarla gəlsə belə. Adam imtina edir. Deyir ki, mən yaşlı bir adamam, hərəkətimdə problemlər var. Biz sonda bunu başladıq emal etməyə məlumatları ki, biz nə qədər itiririk? Gördük ki, itiririk ortalama 40-45% qonaq itiririk. Siz başa düşün, 40-45% qonaq itirmək tək Naftalan üçün, region üçün, ölkə üçün böyük riskidir. Tək nəqliyyatın olmamalı. Barəsində biz sorğular göndərmişik, barəsində danışmışıq müxtəlif qruplarla ki, ora regular reyslər açılsın. İndi bir mövzu deyim, bu yaydan etibarən onlara charter reyslər açılır. X bir şirkət açıb onu. Hardasa təşəkkür edirik təbii ki, bu təşəbbüs etdilər, amma bu charter reysi bir ayrıca bir fəlsəfədir. Bunun arxasında durur o ki, mənə maraqlıdır ki, oradan gələn qonaqlara məlumat verilirmi ki, siz gedəcəksiniz ora, bax orada qan analizi verəcəksiniz. Oranın özünün də əks göstəriciləri var. Az 14 gün qalmalısınız. Filan bəs məkan doları haqqında məlumat verilməlidir. Bəlkə sənə Naftalan vannası olmaz. Charter reysi bu bir biznesdir. Bunu təşkil edən hər hansı bir X bir şirkət mütləq şəkildə düşünür ki, mən buradan açıq danışaq, pul qazanım. Və bu da özündə bir partnyor axtarır. Partnyor axtararkən hər bir partnyor ona müəyyən bir imtiyazlar verir. Qiymətdə, nə də transferdə, nə dəsə və bunlar razılaşırlar. Sonra ortaya çıxır ki, bu razılaşma hamı üçün əlverişlidir. Çünki hər bir sanatoriyanın orada bəlli bir biznes strategiyası var. Özünüz də şahid oldunuz. İndi mən təbii ki, razıyam bir məsələ görə ki, cibə görə gəlsinlər. Yəni ki, hər bir insan orada öz maddi durumuna uyğun gəlib orada istirahət edə bilsin. Amma yenə də məqsəd tək maddiyyətdən çox effektivlik ortaya düşür. Və təşəkkür edirəm ki, mövzuya toxundunuz ki, biz bu günləri 40-45% sırf birbaşa reyslərin olmamağına görə tək Naftalan demirəm, elə Gəncə, Qarabağ, Mingəçevir, Qazax, bu zonada turistlərin olmamağına gətirib çıxardır.
Səbəb də odur ki, bizdə qalan qonaq 14 gün qalır. Adam müalicə olunur və istirahət ilə gəzmək istəyir. Deyir, getmək istəyirəm, Göygölü görmək istəyirəm. Deyir, gedib görmək istəyirəm, Mingəçeviri. Adam bəlkə də gələn il gəlmək istəyirdisə, tutaq ki, indi deyir ki, mən gedib Göygöldə falan yeri görmədim, gedim oranı görüm. Amma nəyə görə reys yoxdur? Reys olsa, hamımız tək Naftalan yox, digər orada yerləşən otellərdə başlayır artıq inkişaf etməyə. Baxın, orada belə bir maraqlı nüans var ki, adətən charter reysləri tur operatorları açırlar. Məsəl üçün bizdən də deyək ki, Montenegroya bugün charter reyslər var. Yerli bir tur operatorun öz təşəbbüsü əsasında baş verən bir şeydir. Amma charter reyslərinin mənə görə ən böyük problemi, daha doğrusu problem deməyək, bu standartdır. Yəni bu dünyanın belə deyək də bütün tur operatorlarına şamil olur. Nə bilim, siz buradan bugün Dohaya da getsəniz, konkret siyahıda olan otellərdir. Siz buradan Montenegroya da getsəniz, Montenegro üzrə deyək ki, Tivat üçün olan konkret otellərdir. Bu da bir yerdə gətirir, birbaşa yox, dolayı monopoliyaya çıxarır. Yəni baxın, məsəl üçün deyək ki, tur operatorun siyahısında var ki 3-5 ulduz, 3-4 ulduz, 3-3 ulduzla işləyəcək, misal üçün. Amma faktiki Naftalanda var 5 dənə 4 ulduz, 5 dənə 5 ulduz, 5 dənə 3 ulduz. Avtomatik hər kateqoriyadan 2 otellər qalır kənarda. Bəli. Və orada konkurensiya gedə bilmir. Yəni rəqabət sağlam formada baş vermir. Yəni orada belə deyək də charter reyslərdə məsəl üçün paketlərdir, tur paketlərdir. Hansı ki bir həftəlik olur. Çünki siz deyirsiniz ki minimum müalicə müddəti 14 gün olmalıdır. Bəli. Amma faktiki olaraq 14 gün bir turist üçün çox ciddi büdcə axını deməkdir. Və bu hər adam da iş olaraq 14 günə yerləşə bilmir. Yəni belə deyək də adam məzuniyyət götürür, deyək ki 10 günlük. Avtomatik o 14 günlük çıxa bilmir heç ara. Və yaxud da ki 7 günlük gəlir və o düşünür ki, okey, 2 seans, 3 seans da götürsəm bu mənə xeyirdir, nəinki heç götürməmək. Orada belə olanda ümumi olaraq siz deyirsiniz ki, protokol deyir ki 14 gün olmalıdır. Həm də deyirsiniz ki, charter reys var, amma bu bəlli bir şirkət tərəfindən bəlli bir otellər üçün təqdim olunur da. Burada o rəqabətin tənzimlənməsini necə o ədalətli tutmaq olar? Naftalan özü spesifik bir yerdir. Bura gələn turistlər çoxsu sağlıqla bağlı gəlir. İnsanlar elə elementar deyim sizə, psoriaz xəstəliyi onlara əziyyət verir. Mən sizə göstərmişəm onların şəkillərini, hansı halda gəlirlər və artıq prosedurlardan sonra necə qayıdırlar. Effektivliyi haqqında bizə məktub göndərirlər, təşəkkür bildirirlər. İnsanlar biz biləndə ki, onlar otel yox, sanatoriya yox, tibb bunu tələb edir, o zaman ora gələn insanlar məcburdur o günləri nətərsə təşkil etsin. Çünki açıq deyim, normalda hər bir insan xəstələnir, gedir həkimə və həkim ona bəlli bir resept yazır və orada deyir ki, bunu, bu falan dərmanları qəbul etməlisən bu neçə günü. Yazır ki, 11 gün falan dərmanı qəbul etməlisən. 5 gün qəbul edib çəkilə bilərikmi geri? Xeyr. Eləsə ziyanı kim etmiş oluruq özümüzə. Əgər həkimin qoyduğu tələbi, tibbin qoyduğu tələbi pasient özü xitam verirsə, birinci növbədə özünə ziyan vurur. Orada gün necə olacaq, orada artıq müalicə necə olacaq, bunu tibb özü diktə edir. 14 gün məsələsi də ki, bu Naftalan effektivliyinin özünün dəriyə hopmasından irəli gəlir. Baxın, orada tək gündən savayı eyni zamanda orada davranış metodikası da var. Pasiyentin, yəni qonağın özünə qarşı, sanatoriyanın qonağa qarşı. Biz bilirik ki, Naftalan neftinin müalicəvi effektivi bu tədricən olur və həmin o belə deyək, Naftalan yağı, daha doğru desək, özü insan dərisindən hopur və başlayır sonra orqanizmdə işlər baş verməyə. Biz bu günləri gedib Naftalan vannası qəbul etsək, ondan sonra gedib o hardasa onu yusaq, təmizləsək, onu gedib orada basseyn qəbul etsək, saunalar filan qəbul etsək,
hətta yəqin ki, öz üzərinizə hiss etdiniz ki, Naftalan neftindən sonra, vannasından sonra adama bir istilik gəlir. Eynən. Çünki boost rejimə düşür orqanizm. Çox adam başlayır, düşünür ki, ona istidir, gedir soyuq su içməyə, gedir küləyin qarşısında durmağa, hardasa bir soyuq hava qəbul etməyə, bununla da xəstələnir. Hətta biz orada deyirik ki, olmaz, onu qoruyuruq, çünki sizə elə gəlir. Amma o ki, qaldı onun Naftalan neftinin təsiri mexanizmi mütləq şəkildə 14 gündən aşağı qalanda bir cür problemdir ki, effektivlik azalır. 14 gün qalıb da gedib onu baseyndə çiməndə, xlorlu suda çiməndə tamamilə effektivlik pozulur. Baxın, burada iki maraqlı nüans var. Bir yandan tibb diktə eləyir ki, minimum 14 gün qalmalısan. Digər yandan sahibkarın ya da baş menecerin əsas dərdi olur ki, ya da satış direktorunun da, indi sizin nümunənizdə desək, əsas dərdiniz o otaqların sayını doldurmaqdır, occupancy rate artırmaqdır. Yəni, faktiki olaraq siz tam protokola əməl etməli olsanız, siz inanmıram ki, sezonun çox ciddi az faizində %100 room occupancy ilə davam edə bilərsiniz. Amma axı bir yandan da bu biznes getməlidir. Yəni, biz hər şeydə protokola əməl edərsək, mən əminəm ki, Azərbaycanın öz daxili turistlərində belə 14 günlük buna gələ biləcək adamlar yoxdur. Tam sizinlə tam razıyam, amma burada balaca bir nüans var. İstənilən sahibkar biznesə başlayanda bunun bir 5 il sonra, 10 il sonra inkişafını gözləyir, düzdürmü? Biz deyirik ki, Naftalana bu günləri başladıq. Əsasən də pandemiyadan sonra aktivlik başladı orada. Ona görə başladı ki, tələbat var bura. Deməli, tələb və təklifdən formalaşır. Əgər bu günləri hər bir sahibkar Naftalanın müalicə effektivliyini qoysa ikinci plana, birinci plana qoysa otaqları doldurun. Necə ki, bu günləri məndən inciməsinlər, bəzi orada sanatoriyalar müxtəlif aksiyalar eləyir ki, 5 günlük, 6 günlük doldursunlar. Çünki müştərilər bunu istəyirlər. O zaman sual verirəm sizə. Bunlar müalicə olmayandan sonra, insanlar gedib bunun effektivliyini görməyəndən sonra 2 il sonra nə olacaq Naftalan? Gəlməməyə başlayacaqlar, azalacaq gəlişlər. Yaxşı, sahibkar görəcək ki, artıq istədiyi o məsələ artıq yoxdur. Başlayacaq, o bağlanacaq, bu bağlanacaq. Həmin o region turizm inkişaf edəcək. İnkişaf eləməyəcək əlbəttə ki. İndi biz deyək ki, biz mi tək Azərbaycan bunu istəyirik, yoxsa xaricdəki sanatoriyalarda bu günləri tibbi protokola uyğun dəvət edirlər? Əlbəttə ki. Bu, bilirsiniz, biznesdən çox bu iş, sanatoriya işi, biznesdən çox məncə tam başqa bir missiyası var. Ölkənin unikal sərvətini dünyaya çatdırmaq. Çünki biz əsaslanırıq rəqəmlərə. Rəqəmlər göstərir ki, tutaq ki, Naftalan nefti nə qədər xəstəliklər müalicə edir? Bəlli, 70-dən çox. Tamam, hər bir xəstəlik dünyada aktuallıq nə qədər var? Məsələn, psoriaz xəstəsi. Elə götürürük MDB-ni. Götürürük MDB-də bu qədər xəstə var. Aktiv psoriaz xəstəliyi var. Fikirləşirik ki, bunun çox yox, elə 10% gəlsə Naftalana, həmin o region, demək olar ki, heç oradakı sanatoriyalar çatdırmaz. Razıyam. Deməli, biz inkişaf mexanizmimizi necə eləməliyik? Doldurmağa görə, yoxsa effektivliyə görə? Məncə, biz effektivliyi çatdırmalıyıq. Çünki unikal bir yerdir. Baxın, orada çox maraqlı bir məsələ var. Bugün otellərin ümumiyyətlə ulduz təsnifatında kateqoriyalaşma var. Və bir çox 5 ulduz otelləri mütləqdir ki, hovuzu olsun, spası olsun, hamamı olsun, steam otağı, buxar otağı olsun və s. Olsun da olsun. Amma bir yandan da biz sizlə söhbətə başlayandan siz deyirsiniz ki, Naftalan vannasına girən adam hovuza gedə bilməz, buxara gedə bilməz, saunaya gedə bilməz. Yəni, avtomatik olaraq bir də nəzərə alsaq ki, Naftalanda etməklik heç nə yoxdur. Yəni, turistik olaraq, belə deyək də, otellərin öz proqramından kənara çıxacaq heç nə yoxdur. Çox tez, sadəcə 2 saata şəhəri bitirə bilirsən. Bəs elə olanda
belə deyək də. O zaman bu 5 ulduz otel özünü necə satsın? Nə ilə fokuslansın müalicədən kənara? Şərti deyil ki, o tutaq ki, gəlib sanatoriyaya məhz Naftalan vannası qəbul etməyə. Orada fizioterapiyalar da var. Dediyim kimi, hər bir sanatoriya bugünkü gündə öz bəlli biznes planı var, biznes strategiyası var. İstəyimiz odur ki, bu günlər təqdimat başqa cür olsun. Axı, hamının marketinq departamenti var və özünün səhifələri var, Instagram, sosial şəbəkələr. Bax, o çağırışlar düzgün olsun. Aha. Biri var, qadağan olunur, biri də var, tövsiyə olunmur. Biz deyirik ki, Naftalan vannasından sonra bax, bu prosedurlar tövsiyə olunmur. Təbii ki, səhər müştəri deyə bilər ki, mən ödəniş etmişəm, mən istəyirəm, amma biz onu izah edəndə bizim həkimlər, bizim baş həkimimiz Rəna xanım özü tez-tez bu barədə həftədə bir dəfə leksiyalar keçir, tibbi tərəfi, elmi tərəfini izah eləyir. Bunu izah eləyəndən sonra adam yenə də gedib qəbul etmək istəyirsə, bizim artıq günah bizdən getdi. Onun şəxsi məsuliyyətinə. Bəli. Mən nəyə diqqət eləmişdim sizin sanatoriyada? Baxmayaraq ki, sizdə sanatoriyada hovuz və sauna zaten yoxdur. Sauna var, hovuz yox. Hovuz yoxdur, üzr istəyirəm. Buna baxmayaraq sizdə hər yerdə Naftalan vannasından sonra hovuza girmək tövsiyə olunmur yazısı var. Bəli. Hətta mən o yazını görmüşdüm deyə resepsiyona düşüb maraqlanmışdım ki, bəs sizdə hovuz var ki, demişdilər ki, hovuz yoxdur. Yəni bu bir növ həm də etik turizmə girir əslində. Çünki belə deyim də, baxın, çox önəmli bir nüans dediniz ki, protokolu izləmək və eyni zamanda da açıq və şəffaf marketinq eləmək bu gün Naftalan turizmi üçün çox önəmlidir. Çünki bir həftəlik gələn adamlar onun xeyrini görməyəcək deyə gedib avtomatik ağızdan ağıza yanlış məlumatlarla doldurulacaq bu proseslər. İndiyənə qədər də nəzərə alsaq ki, yəni ən azından mən bəlkə də dəqiq analiz eləməmişəm, maraq sahəmdə olmayıb və s. deyə yanlışım varsa düzəldim. Mən Naftalanın çox da ciddi və güclü turizm siyasətinin aparıldığını da görməmişəm açığın desəm. Yəni ona görə də mənə görə ümumi analiz edəndə onu görürəm ki, sanki Naftalan daha çox ağızdan ağıza marketinq növü ilə inkişaf edib indiyənə qədər və nə bilim gələnlərin əksəriyyəti deyir ki, mənim babam burada müalicə almışdı, effekt görmüşdü, mənim filan kəsim burada müalicə almışdı, effekt görmüşdü. Yəni daha çox bu istiqamətdən gəlir. Bir də ki, necə ki bizdə misal üçün deyək ki, Doha yarandı, çox ucuz istiqamətdə hamımız getdik, halbuki ona qədər biz Dohaya getmək haqqında heç düşünmürdük və s. Bir də bu formada charter reyslər ya da tur paketlər yarandığına görə ümumi olaraq götürsək, protokol var və o protokola əməl edən və əməl etməyən tərəflər var. Bu necəsə tənzimlənirmi ümumiyyətlə ümumi müstəvidə? Ya bununla hər otel rəhbərliyi və hər otel özü ayrıca mübarizə aparır? Biz öz tərəfimizdən deyə bilərik ki, tibbi personalımızda baş həkimimiz həftədə bir dəfə bunun tam şəkildə elmi açıqlamasını edir. Çıxır bəlli bir auditoriyanın qarşısına, hansı ki bizdə qonaqları var. Biz bilmirik o qonaqlar kimlərdir. Bunlar akademiklərdir, bunlar biznesmenlərdir. Bunların qarşısında elm ilə izah eləyir. Nəyə görə eləyir? Birinci növbədə eləyir ki, adamlar buradan müalicənin effektivliyini gördüyündən sonra özündə elm aparsın. Düz deyirsə, ağızdan ağıza. Geçsin, desin ki, mən orada istirahət eləyirdim, bu vannanı, məsələn, 3 kamerlı vanna qəbul etdim, çünki mənə qoymadılar falan vannanın, səbəbi bu idi. Oturub bir dostlarına, iş yoldaşlarına bu yayı necə keçirdi, sanatoriyada günü necə keçib, onu elmi dildə izah eləməyə başlayacaq. Baxın, biz düşünürük ki, necə eləyək ki, qonaq buradan gedəndən sonra öz emosiyalarını düzgün ifadə eləsin. Geçsin ki, o gedib artıq, bilirsiniz də, bizim doktorumuzun sözlərini deyəcək. Elm danışacaq. Elm də yalan danışmır. Elm həmişə faktlarla danışır və artıq marketingimizin bir böyük hissəsi budur. İkinci hissəsi, biz çağırış edirik ki, ola bilər bu çağırışlar kiməsə xoş gəlməsin, amma bu tələbdir. Biz deyirik ki, Naftalan neftinin hər bir gələn qonaq dəyişilməyə barəsində sənəd tələb eləyə bilər. Eləyə bilər, tam eləyə bilər. Adam orada gedib öz yeməyi ilə də maraqlana bilər. Adam bütün proseslərlə maraqlana bilər. Girib doktordan soruşa bilər ki, niyə mənə bunu tövsiyə etdin? Ümumiyyətlə, bunun haqqında danış. Çünki adam bu qonaqdır.
və Azərbaycan qonaqlarımızı qoyuram bir kənara, xarici gəlirsə, bir nömrəli borcumuzdur ki, xarici qonaqları buranı maksimal təbliğ eləyək. Çünki Naftalan neftinin müalicə və effektivliyi açığı söyləyim elədir ki, bura gələn qonaq gələni bir də gəlir. Davamiyyətli sürətli gəlir. Və biz artıq davamiyyətli qonaqlarımıza əlavə, yəni yeni qonaq əlavə edilən belə çıxır ki, artıma doğru gedəcək. Amma bayaq sual verdiniz ki, hazırda durum necədir? Hazırda qonaqların sayı necədir? Çox hazırda durum yaxşı deyil. Səbəb bir, regionda baş verən məsələlər. Bizim qabaq Rusiyadan qonaqlar çox gəlirdi Naftalana. Orada aktiv. İnsanlar həm bilirlər oranı, indi gələ bilmirlər. Bəlli iqtisadi məsələlər də ola bilər və yaxud da ki, adamlardan ola bilər ki, hava məkanı məsələsi var. İkinci də bizə təsəvvür edin ki, İsraildən çox qonaqlar gəlirdilər. Onlar da aktiv şəkildə gəlir. Sonra yenə də bu coğrafi olaraq bəzi məsələlər baş verir. İtiririk. Çox sayda itiririk. Amma tamam, indi fokusumuz harada? Orta Asiya. Orta Asiyada gələn qonaqların bir hissəsi davamiyyətli qonaqlardır. Yerdə gələnlər yenidir. Davamiyyətli gələn qonaqlar artıq bəzi öyle olur ki, biraz hansı sanatoriyada qalıblar, sonra dəyişiklik üçün keçiblər o birisinə, gələn o birisinə və sonra eləsi olur, otururuq bir çay içəndə deyir ki, mən filan yerdə filan şeyi bəyənmədim, filan yerdə filan şeyi bəyənmədim. Artıq bizim departament, yəni marketing departamentində biz başladıq araşdırmağa ki, insanlar nəyə önəm verirlər, nəyi bilmək istəyirlər, nəyi bunlara təqdim etmirlər. İndi sahibkarlar düşünə bilər ki, niyə bunu etməliyəm? Etməlisən. Axı bu inkişaf tək onun özünə yox, ölkənin inkişafıdır. Axı bu Naftalan nefti ölkənin sərvətidir. Siz bunu bundan istifadə edərək vətəndaşlara, qonaqlara cəlb edirsən, müəyyən qədər mənfəət qazanırsan. Bizim sahibkarların artıq düşünürəm ki, mənəvi borcudur ki, bunu düzgün təqdim edəsinlər. Və hər bir qonağa fürsət yaratsınlar ki, onlar gəlib həm bunun tibbi tərəfini də bilsinlər, həm bunun fizioterapiya tərəfini də bilsinlər, həm də ki, bilsinlər ki, niyə məhz 14 gün, niyə məhz bu cür vanna. İndi siz ayağını araşdırmışsınız, bu günləri digər sanatoriyalar, lap elə Naftalan olmasın, hamısının sosial şəbəkələrinə baxmışsınız. Orada daha çox tip nümayiş olunur, yoxsa aksiyalar? Aksiyalar daha çox. Ya biz bununla bu aksiyaları etməklə mən başa düşürəm, amma bu düzgün istiqamət deyil. Baxın, orada elə tam olaraq mənim toxunduğum mövzuya gəlirik ki, əslində bu aksiyalar bizə ondan bağırır ki, biz tibbi protokolu izləmək istəyirik, amma cibimiz bundan uzlaşmır. Yəni kampaniyanı biz aktiv formada nə vaxt irəli sürürük? Zəif sezonda, doluluğumuzu 100% təmin etmək istəyəndə, çünki hər bir satış və marketinq direktorunun və ümumiyyətlə Revenue departamentinin bir gözləntisi var. 100% doluluq göstərmək. Və elə olanda da istər-istəməz kampaniyalar işə düşür. Keyfiyyətin damcı gəlirlər. Hə, və orada başqa bir məsələ də var. Baxın, siz dediniz ki, heç də hər kəs üçün Naftalan vannası düşərli deyil. Bəli. Yəni hər kəs vannaya girə bilməz. Məsəl üçün, bəlkə adam fizioterapiya üçün gəlir sadəcə və dadlı yeməklər üçün gəlir və sırf istirahətini burada etmək üçün gəlir. Yəni elə olanda düşünürəm ki, o dediyiniz kampaniyaların keçirilməsində əks bir şey yoxdur əslində. Əksinə mən düşünürəm ki, informativ bir baronka deyirlər. Gəlin özümüzü bir turist kimi aparaq. Əgər mən yaşayıram, atıram Almatı şəhərində, eşitmişəm ki, məndə psoriaz var, məsələn, gəlmək istəyirəm Azərbaycana. Birinci nəyin insan araşdırmağa girir. Bilir ki, orada xeyli sanatoriyalar seçim eləyir. Mən sizə bir məsələ deyim, bayaq sizinlə danışmışdım daha öncədən. Təqdimat çox böyük rol oynayır. Təqdimat o qədər böyük rol oynayır ki, bu təqdimatın üzərindən bir çox ölkələr, məsələn, Mərakeş, Türkiyə, nə bilim, Türkiyə yox da, indi belə deyim, uzaq bölgələr təqdimatı o qədər mükəmməl edirlər ki, evində 100 cür problemi olan, sıxıntısı olanda maddi yenə deyir ki, getmək istəyirəm ora.
Girir sayta, yazır məsələn Naftalan prosedurları və ya Naftalan sanatoriyaları. Qabağına çıxır bir dənə sayt. Yazılıb ki, online bronирование. Düşür ora, saytı açır, baxır ki, orada sanatoriyalar var, şəkilləri var, saytdır. Seçir bir sanatoriyanı, bron eləmək istəyir və nömrə çıxır ki, əlaqə saxla. Bütün sanatoriyalar bir nömrəyə bağlanır. Mən bilmirəm, açığı orada mexanizm şəffafdır yoxsa yox, nə qədər effektivdir. Telefonu götürür, başlayır danışmağa ki, bəs mən sanatoriyaya gəlmək istəyirəm, mənim filan xəstəliyim var, filan. Mən nəyi tövsiyə edirsiniz? Bax, indi bir sual verim sizə. Sizcə, həmin o sayt ki var, yerləşdirib bütün sanatoriyaları, o sayt sanatoriyalardan nəyin üzərindən işləyir? Komissiya? Məncə hə. Komissiyalar bərabərdir? Xeyr. Deyil. Komissiya bərabər deyil və sanatoriyanın özünün də həmin o sayt əgər aktivdirsə, çox qonaq verirsə, deməli, sanatoriya həmin o saytın və belə deyək də, saytın, şirkətin, travelın rəhbərinə daha çox deyir ki, məni daha çox da belə deyək, reklam et, təklif olarsa məni irəli çək. Sual, ədalətli orada iş gedir, yoxsa insan Ümumiyyətlə, faktoru burada var? belə bir nüans var da, baxın, türklərin belə bir ifadəsi var, parayı verən düdüyü çalar. Yəni, bugün Booking.com-da belə, komissiya başlayır 15%-dən, 25%-ə qədər davam edir. Və siz nə qədər çox komissiya artırırsınız, o qədər çox qabağa gerirsiniz. Tamam. Yəni, bu bir növ marketinq xərciyyətidir də, nəinki o... Orada balaca məsələ var. Mən Booking-də gördümsə hər hansı bir oteli, mən onu seçirəm və bronum gedir düşür otelə. Düzdürmü? Bəli, dərhal 24 saat ərzində. Çünki inteqrasiya var, düzdür. Bir də var ki, mən görürəm, mən bunu artıq istədim, oturdum, araşdırdım rəyləri, baxdım, xoşuma gəldi. Nə qədər reklam olunsa da büdcəm mənim var artıq. Və yaxud da ki, o reklam olunan yeri Booking-də nə qədər reklam olsa da, rəydə pis yazıblarsa Booking-də heç nə elə bilməz. Eynən. O qədər olub ki də. Sonda gəlib görürəm ki, reytingi çox olan, reklam olmayan bir yer var. Rəyləri oxuyuram ki, mən hər il bura gəlirəm, burada qalacam. Hər şey yaxşıdır, hər şey superdir. Basıram, tamam, artıq götürdüm onu, bron etdim. Otelin xəbəri var brondan. Mənim müstəqil seçim edərkən otelin həmin o brondan xəbəri var, əlbəttə ki, inteqrasiya olunur. Bəs yaxşı, mən o sayt vasitəsilə nəyisə bron eləyəndə, hansısa bir sanatoriyanın xəbəri var, xəbəri yoxdur. Çünki hələ müştəri oradakı mərkəzi telefondakı operatorla danışacaq. İndi sual, mən hardan bilim ki, o operator mənim müştərimi hansı ki seçmişdir, başqa otelə yönləndirməyəcək. Baxın, indi burada marketinq işə düşür. Necə? Sizin öz daxili marketinqiniz yetəri qədər güclü olmalıdır ki, Google və s. kimi axtarış platformaları, yəni sizin otelin məhz orada axtarış zamanı bu ikinci ya üçüncü əl şirkətlərdən daha önə çıxasınız. Orada müharibə gedir. Orada bəli. Orada o saytlardan çoxdur. O saytlardan orada çoxdur. Elə bir tipli saytlar çoxdur. Hər birinin özünü açıbdır. XXX, Naftalan, Nafta nə bilim nə, açıb və hamısının da tərkib hissəsində bütün sanatoriyalar var, adı ilə birlikdə. Sonda başlayır bunların özünün arasında rəqabət, SEO optimizasiya məsələsi. Sonra başlayır bizim özümüzün, hər bir sanatorinin özünün reklamı. Amma mənim saytım onun saytı eyni deyil axı. Mənim saytım təkcə mənim haqqımda danışır. Onun saytı hamının haqqında danışır. Orada məlumatlar çoxdur. Təbii ki, SEO-da çoxdur. daha güclüdür. Əlbəttə ki. Və mənə görə əgər bir sayt deyirsə ki, transfer edəcəm, filan şey edəcəm, konsultasiya edəcəm, mənə deyin, hər şey necə lazımdır, həll olunacaq. Sizcə birbaşa rezervasiya eləmək rahatdır, yoxsa elə sayt vasitəsilə? Təbii ki, sayt vasitəsilə. Amma indi mən hardan bilim ki, bax mən hardan bilim ki, mənim orada sanatoriyam, tutaq ki də, onu kimsə seçibsə, o üstünə basıb seçibsə, onun qabağında bir nömrə çıxıbsa, nömrədəki həmin o qarşı tərəfdəki operator deyir ki, haranı seçmişsiniz Səvva xanım, mən filan sanatoriya, tamam, okey. Buyurun suallarınızı verin. Elə olur.
Bax burada indi belə bir nüans var da. Mən adətən nəyin tərəfdarıyam? Bir, təbii ki, öz marketinqimi daha güclü eləməyin tərəfdarıyam. Heç kimdən asılı qalmamaq məsələsinə görə. İki, öz daxili saytımda elə təkliflər vermək tərəfdarıyam ki, heç bir alternativ sayt və sistem bununla rəqabətə girə bilməsin. Məsələn? Misal üçün, yetər ki, bugün turistlər əmin olun ki, düşündüyünüzdən daha qəliz proseslərdən keçirlər. Yəni, o sadəcə sayta girmir. O sayta girir, elə biri mən özüm, misal üçün. Mən Booking.com-da qiymətlərə baxıram, indi Booking üzərindən gəlsək, Booking.com-da qiymətlərə baxıram, hər ehtimala girirəm, həmin o seçdiyim otelin saytında baxıram ki, görüm onların bəlkə ailəvi səyahət edirəm də, bəlkə ailələr üçün daha qəşəng təkliflər var. Əgər mən girib saytda görsəm ki, Booking mənə uşağa görə çarpayıya 30 manat hesablayır, amma otelin saytı deyir ki, 2 gecə qal, ekstra çarpayılar 12 yaşa qədər uşaqlar üçün pulsuz, əlbəttə ki, mən Booking-i seçməyəcəm. Təbii ki, bu mənim üçün yetəri qədər user-friendly olarsa. Yəni, mən girib onu rahatlıqla tapacağam, kampaniyalar bölməsindən mən onu rahatlıqla book edə biləcəm, sizin rezervasiya sisteminiz accessible olacaq və mən buna çox rahat, yəni istifadəçi olaraq mən çox rahat hərəkət eləyəcəm sizin daxilinizdə. Misal üçün, bugün mən bir çox yerlərdə birbaşa Booking-i seçmə səbəblərimdən biri odur ki, orada otelin rezervasiyasına çıxmaq çox çətindir. Mən gərək kimlərəsə zəng eləyim ya da gərək 24 saat gözləyim. Yəni, bugün hər şey indi və bu saatdır. Bu indi və bu saatı təmin edən hər kəs qazanır. Tamam. Etməyən də, indi onun faizini hesablamamışam, mən sevmirəm araşdırma etmədən bir rəqəm demək və s. Amma etməyən də bəlli bir satışdan itirir və itirməlidir zaten. Yəni, burada bu reallıq var. Elə olanda da, misal üçün, məndən olsa, mən o platformalarla yarışmanı bu formada udaram deyə düşünürəm. İndi bilmirəm, sizdə təcrübədə necədir? O platformalar, dediyim kimi, platformalar özləri birincisi bir deyil, çoxdur. İkincisi, orada ədalətli partnyor da var və şübhə altına düşən partnyorlar da var. Və eynisi də sizə deyim ki, axı hələ bizim çox ədalətli və yaxşı travel partnyorlar da var ki, orada da biz varıq, orada da filan kəslər var. Bilirsiniz, bəzən partnyorlar arasında da fərq qoyur sanatoriya. Qoymalıdır da. Təbii ki də qoymalıdır. Hətta elə partnyorları var ki, onlar qara siyahıya atmalıdır. Amma bu günləri sizə bir şey deyim, sahibkar bu dəqiqə bilirsiniz kimlə vuruşur? Qeyri-rəsmi işləyənlərlə. Bilirsiniz, nə qədər özlərinə Instagramda, nə bilim, haradasa, istər Bakıda, istər Gəncədə, istər başqa bir regionlarda çıxıb özü danışır ki, bu regionda filan otel istəyirsən, sən mənə müraciət edə. Və özlərini ekspert kimi təqdim edənlər də var. Halbuki kimlər onları ekspert təyin eləyib, nədə ekspertdirlər. Deyənlər var ki, sən istədiyin sanatoriyanı mən sənə o sanatoriyadan ucuz verəcəm. Mən düşünürəm ki, necə məndən, mənsiz mənim qərarım olmadan sən mənə necə ucuz verə bilərsən? Bu nə yalandır? Ona görə də, mənə görə bu mövzunu beynəlxalq otellər rate parity üzərindən artıq çox gözəl tənzimləyiblər. Mən hər zaman nə deyirəm? Şərt deyil Amerikanı kəşf edəsən. Moskva ol, Çin modeli ol, yəni kopyala, zəifliklərini gör və onu özündə güclü mexanizm kimi tətbiq edə. Misal üçün necə? Məncə bu çox asan olar. Baxın, nə mənada ki, doğru işləməyən, qanuni işləməyən partnyorları limitə qoyanda ya da qiymət olaraq, qiymət siyasətində konkret bir kateqoriyalaşma eləyəndə siz çox rahatlıqla qeyri-qanuni işləyən insanlarla mübarizə apara bilərsiniz. Yəni, belə deyim də, siz taksi sürücülərinə qiymət verməsəniz, satış eləməsəniz, onlar sizin otelinizi necə sata bilər? Tam doğru. Bax, elə yaxşı toxundunuz ki, bu günləri qatarla tutaq ki də, gəlir Göran stansiyasında hər hansı bir müştəri düşür və deyir ki, mən gəlmişəm aeroportdan gəldim 28-ə, oradan gəldim qatara və gəldim Görana. Qabağına bir taksi şoförü çıxır, deyir ki, aparıram da sənin avtomana. Deyir, yaxşı. Yolda deyir ki, hansı sanatoriya gedirsiniz? Bir filan. Deyir, niyə oraya gedirsən? Ay, sağ olun. İndi gəlin burada bir məsələyə toxunum. Bax, bu sürücü, belə yəni,
ürəyi yanıb aparmır ki, orada bir mənfəət Təbii olacaq ki. da. Bax, bu sürücünün mənfəəti verən X bir otel mi deyim, sanatorium necə verir? Qeyri-rəsmidir. Elə düşünürsünüz? Yoxsa bu faktdır? Düşünürəm. Hamısı orada İnanmıram ki, hamısı orada rəsmi işləyir. Orada tam şəkildə zəng edir ki, köçürməni el olur. Deməli, birinci problemi özümüz yaradırıq. Özü də həm bu cəhətdən problem yaradırıq. Elə bayaq sual verdiniz ki, nəyə görə turizm bizdə Azərbaycan azalır? Elə bildiyiniz sahibkarlar qeyri-rəsmi işləyənlərlə vuruşur. Qeyri-rəsmi işləyənlər də ki, onlar kimlərdir, nə işlə məşğuldur? Bu bayaq sizə görüş zamanı dedim, deməli auditoriya üçün də bunu çatdırım. Qız Qalasının yanında mən durub adam gözləyirəm. Gördüm ki, bir xanım Belçiklə filan yaxınlaşdı, durdu orada və başladı Hindistandan gələn qonaqlara Qız Qalası haqqında məlumat verir. Bunlar soruşur ingilis dilində ki, bura nədir, bura nə binasıdır belə. Bu başladı ki, bu bilirsiniz, burada bir şah olub. Şah qızını ailə qurması ilə bağlı bura atıb qalıb burada. Bu da sonda atasına görə özünü oradan əfsanəni danışır. Görürəm ki, turist üzülür. Bu həqiqətdir. Belə təqdimat olar. Azərbaycan tarixi memarlıq yerlərini belə təqdim edə bilərlər. Bizim bilsiz nə qədər problemimiz var? Əbu xan, problemlərdən biri odur ki, Naftalanın Əsa muzeyi nə qədər adam tanıyır? Ora siz gedəndə. Naftalanın Əsa muzeyi ümumiyyətlə xəritədə yoxdur. Gəlin birinci oradan başlayaq. Belə onu yenə deyirəm, ora hətta tanıması üçün, misal üçün Naftalana gələn adam birinci xəritədə baxır da, ki görüm yanımda, ətrafımda nə var. Mən hətta gəlməyi düşünəni qoyuram kənara. Artıq orada olan adam. Mən həmin binadan şəxsən özüm 3 dəfə dövrə vurdum və mən o binanı tapa bilmədim. Sonra yerli əhalidən soruşdum və deyir ki, nə muzeyi? Elə muzey var. Yerli əhali bilmir. Artıq bir yerdə dedim ki, yaxşıyım da, yəni siz burada yaşayırsınız, yerli əhalisiz. Necə yəni elə muzey var? Tamam. Və başqa bir məsələ də var. Mənə turist olaraq orada çəkiliş eləməyə də icazə vermədilər. Niyə vermirlər çəkiliş? Ay, sağ olun. Siz çəkməsəz. Bax, siz də Azərbaycanlısınız. Deyirsən pul qazanırsan bununla. Aha. Tamam, olsun. Tamam, o kommersiya məqsədli ola bilər. İndi yaxşı, bugün Həvva xanım gələ bilmir ora, çəkə bilmir. Bu günləri Qazax çəkə bilmir, Özbək çəkə bilmir, Yapon çəkə bilmir. Və bunu fəxrlə deyirlər. Deyir, biz turistlərə də qoymuruq. Və sonra niyə fəaliyyət göstərir? Yaxşı eləyirsiniz indi siz güya. Və Və mən buna nazirliyə qədər çıxdım. Mədəniyyət Nazirliyinin nəzdindədir bəzi yerlər. Mənə oradan bildirdilər ki, çox təəssüflər ki, heç də hər muzey bizim adımızdan danışmır. Yəni bir növ yerli direktor öz qaydasını özü qoyur və bunu nazirliyin adından turistlərə satır. Niyə monitorinq etmirlər məsələni? Ay, sağ olun. Mənim ikinci sualım budur. Baxın, bugün siz orada sahibkarsınız, siz orada daha maraqlısınız, nəinki mən. Niyə bunu aidiyyəti qurumlara çatdırmırsınız? Kim eşidir ki? Məncə doğru çatmır bir yerdə. Deyirəm ki, filan qədər insan rəqəmlə. Deyirəm ki, filan qədər. Sahibkarın partnyoru kimdir? Dövlət. Dövlət, düzdürmü? Dövlət sahibkarın partnyorudur biznesdə. Bu günləri orada mən itirəndə, mənim partnyorum dövlət getirir, turistə gəlir. Əlbəttə itirir. Elə birinci vergidən itirir. Deyirəm ki, bəli, nəinki? Orada çox amillər var. İşçilərin sayı azalır, məşğulluq aşağı düşür. Hamı itirir. Bəxt üzündə kimi itirə-itirə gedirik. Səbəb nədir? Səbəb sadəcə ciddi nəzarət yoxdur orada. Nəzarət yoxdur birincisi işbazlara, nəzarət yoxdur qiymət siyasətinə, nəzarət yoxdur bu regionun təbliğatına. Məncə nəzarət olunmalıdır hər bir şeyə. Çünki sən niyə bunu deyirsən? Başa düşürəm, demokratik dövlət, amma axı bu tipdir, axı bu unikal bir yerdir, bu turizmdir. Necə ki, mən bu direktor olaraq mənim departamentimdə istənilən kontent, 5 dənə kontent o sonda mən qərar verirəm ki, bu qalsın, filan şey olsun. Siz də həmçinin. Məncə yekunda bizim üzərimizdən də artıq bu iclaslarda, hansısa bir müstəvilərdə müzakirə olunmalıdır ki, qardaşlar, siz axır vaxtlar bu təbliğatı aparırsınız, bunun axırı yaxşı getməyəcək. Bax, bu illəri turizm azalıbdır. Turizm azalanda artıq gəlir azalır, sahibkarlar başlayacaq oyundan çıxmağa. Bir sıra
zəncirvari problemlər əmələ gəlir. Biz əgər 3 əsas məsələni gündəmə gətirə bilsək, 1. Gəncə şəhərinə Orta Asiyadan, Özbəkistandan, Qazaxıstandan və Qırğızstandan Gəncəyə, heç olmasa başlayaq Qazaxıstandan birbaşa reyslərin Gəncə açılmağını təmin olunsa, 50% həmin o regionda naftalan qarışıq turizm inkişaf edəcək. Dalınca sanatoriyaların, otellərin sayı çoxalacaq və təbii ki, turizm artacaq. Hamı xoşbəxt olacaq. İstər sahibkar, istər yerli əhali və bütün sektorlar. Məncə belə. Əslində, bəli, bu istiqamətdə tamamilə razıyam sizinlə. Sadəcə, mənə elə gəlir ki, bəzən daha bərkdən səsi çıxarmaq lazımdır. Yəni, bunun üçün toplaşmalıyıq. Toplaşmaq lazımdır. Biz təklif olub ki, gəlin məsələn sanatoriyalar toplaşaq. Gəlin biz miqrasiyadan indi öz statistikamızı verək. Biz keçən il nə qədər qonaqda olub, bu il nə qədər. Oturaq, araşdıraq. Səbəb nədir? Niyə gəlmirlər? Elə öz aramızda bir-birimizin səhvlərini ortaya çıxardaq və sonda öz dərdimizi, problemimizi deyək aidiyyatı qurumlara. Amma deyirik də, bayaq dediyim kimi, birinci elə növbədə ora regular reyslər açılsa, təmin olunsa, turistin sayı çoxalacaq. İkinci növbədə qiymət siyasəti düzgün formalaşdırılmalıdır. Lap üçüncüdə isə naftalan, neftinin müalicə effektivliyin protokolunu pozmamalıyıq. İndi orada kimdəsə basen var, kimdəsə basen yoxdur, kimdəsə tutaq ki, otaq sayı bu qədərdir, kimdəsə otaq bu. Bu önəm daşımır. Əsas missiyamız odur ki, qeyd olunan unikal bir sərvətin dünyaya çatdırılmağıdır və bunun adiyyəti sənədlərinin toplanmağıdır ki, biz artıq Avropaya çıxaq, oradan da başqa ölkələrə. İnanın mənə ki, naftalanın potensialı o qədər böyükdür ki, sadəcə bundan düzgün istifadə etmək lazımdır. Və hətta bu naftalan nefti müalicə edirsə, düzgün yanaşanda, düzgün yanaşmayanda, düzgün təqdim olunmayanda ziyanı da var. Ziyanı da var. Bu ziyan bizi uçurma da apara bilər, bu xeyir bizi qaldıra da bilər. Biz üçün də artıq əlimizdə müəyyən hər işlər də var. Biz bu yolu bilirik. Artıq əsrlər boyu kitablar gəlib. Nəyə necə etmək lazımdır? Sadəcə nəzarət lazımdır və şəffaf mexanizm olmalıdır. Bu mövzuda mən çox sevirəm beynəlxalq otellərin, Mr. Guestlərini, gizli qonaq siyasətini. Mütləq. Çünki beynəlxalq otelin bu ən təməl öhdəliyidir ki, onun olduğu istənilən binada, istənilən şəhərdə standartı eyni tətbiq olunsun. Mənə elə gəlir ki, bizim bugün ən böyük problemlərimizdən biri də otellərin təsdiqinin və təsnifatının konkret edildiyi qurumların belə deyək də öndə olmamasıdır. Yəni, misal üçün, əgər bugün insanlar bilsə ki, bu otelin təsnifatına və standartına, professionallığına və belə deyək də, etibarlılığına o birbaşa girib Azərbaycan Otelləri Assosiasiyasının səhifəsində baxa bilər və orada görmürsə, deməli, bura etibarlı yer deyil, getmək tövsiyə olunmur. Məncə o zaman ən azından necəsə biraz daha biz bunu tənzimləyə bilərik. Yəni hal-hazırda belə deyək də mövcudların üzərindən düşünsək, ən mümkün potensial budur. Siz məndən yaxşı bilirsiniz ki, oteli ulduzlar yox, ulduzları parlaq edən onun əməkdaşlarıdır. Baxın, bizim sahibkarların bir dənə bir nömrəli problemi odur ki, biz regionda genişlənmək istəyirik, kadr problemlərimiz var, kadr çatışmamazlığı. Əgər bugünkü gün gələn turist Bakıya düşdüsə, nəqliyyat problemi yaşadısa, nəqliyyatda müxtəlif problemlər var orada, adını çəkmək istəmirəm, uzun çəkəcək. Sonra gəlib oteldə 5 ulduzlu olmasın, neçə ulduzlu olsun, orada yüksək keyfiyyət xidmət olmadısa, zənnimcə hamı iflasa uğrayacaq. Eynən. Və o ki qaldı turizm bürosunun burada iştirakından 24/7 iştirak etməlidir. Dəstək, dinləmək, uğurlar nə ilə əldə oldu, fiksasiya etmək və uğursuzluğumuzun səbəbi nədir, fiksasiya etmək. Amma dinləmək xətrinə yox.
bu işin üzerine işləmək. Bu günləri nə qədər qonaq var, onların razılığını bildik. Narazılığı harda fiksasiya olunur? Əgər booking açığı deyim bizdə 15-ci ya 20-ci yer sıradadır qonaq gətirməkdə. Amma orada mən açıq görürəm ki, mənim müştəri nəyi bəyəndi, nəyi yox. Amma bu günləri işbazların əli ilə, nə bilim, kiminsə əli ilə gələn müştərilər öz fikirlərini məni qoyaq bir kənara, hardasa başqa bir platformada bildirsə və bu platformalarda yazılanlar, şərhlər nəzərə alınsa, turizmin inkişafında böyük bir təkan baş verəcək. Çünki Azərbaycana gələn adam bura mənəvi qida üçün gəlir. Lap da Naftalana gəlirsə tibbi müalicə üçün. Sonda orada bütün sanatoriyalar olmasa da bir çox sanatoriyalarda bilirsiniz ki, canlı musiqi olur, orada gəzintilər olur. Biz sonda onlara mənəvi qida veririk ki, onlar bir də gəlsin. Və hər bir sanatoriya, hər bir otel özünü təqdim etməmişdən öncə düşünməlidir ki, mən ölkəmi təqdim edirəm, mən Azərbaycanımı təqdim edirəm, bura gələn qonaq xoş gəlibdir və buradan da xoş getməlidir ki, inşallah ki, o da gedib başqa bir yerlərdə bunu təqdim etsin. Eynən, bu mövzuda belə deyək də, danışmalı olduğumuz nüanslar çoxdur, amma burada bugünlük bu dəfəlik yekunlaşdırmaq istəyirəm. Çox sağ olun gəldiyiniz üçün. Mən təşəkkür edirəm. Son olaraq son sözünüzü izləyicilərə bildirin, biz podkastı yekunlaşdıraq. İzləyicilərə demək istəyirəm ki, sağlığımıza diqqət edin. Azərbaycan özü ölkə olaraq hər bir qarışında unikal yerlər var. İstər gəzməyə, istər də sağlığımız üçün. Bundan biz istifadə etməliyik. Bunun dəyərini bilməliyik və ötürməliyik gələcək nəsilə ki, gələcək nəsil də Azərbaycanın hər bir güşəsi haqqında yetərincə məlumat olsun. Yer gəlmişkən bizdə hal-hazırda məktəblərdə təsvir incəsənət müəllimləri bu barədə ətraflı danışırlar. Nə yaxşı. Bəli. Əla. Mən isə son olaraq demək istəyirəm ki, 10 günlük Naftalan müalicəmdən sonra bir bu qənaətə gələ bilərəm ki, insan həqiqətən də öz sağlamlığına zaman ayıranda bunun nəticəsini effektiv şəkildə görür və mən daha çox fizioterapiyalar aldığıma görə rahatlıqla deyə bilərəm ki, 34 yaşımda rahat əlimi artıq qaldıra bilirəm. Ona görə düşünməyin ki, ay Naftalana yaşlılar gedir ancaq 30 yaşdan sonra hər kəs gedə bilər. Son olaraq sizə demək istəyirəm ki, əgər mövzu ilə bağlı fikirləriniz varsa, rəylərdə mütləq şəkildə bizlərlə bölüşməyi unutmayın. Bu arada burada mövzu şərt deyil ki, bu mövzu ilə bağlı fikirlərinizi qeyd edəsiniz. Öz şəxsi təcrübələrinizi də bizimlə paylaşa bilərsiniz. Növbəti Danışır Turizm podkastında görüşənə qədər hələlik özünüzə yaxşı baxın.